Salam hörmətli izləyicilər, bildiyiniz kimi dünyada ilk qadın kosmonavt Valentina Tereshkovadır. Bunu çox adam bilir. Sovet İttifaqı vətəndaşı olan Valentina Tereshkova 6 mart 1937-ci ildə Yaroslavl vilayətində anadan olmuşdur. O 1963-cü ilin iyun ayında Vostok 6 gəmisində kosmosa qalxmış və burada 3 gün müddətində yer kürəsini 48 dəfə dövrə vurmuşdur. Eyni zamanda Valentina Tereshkova kosmosa tək başına gedən qadın kimi də tarixə düşmüşdür. O, Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş və general-mayor rütbəsi ilə təltif olunmuşdur. Amma kosmosa gedən ilk müsəlman qadın isə əslən İranlı olan, Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ənuşə Ənsaridir. Ənuşə Ənsari 18 sentyabr 2006-cı ildə kosmosa gedib və əslində belə desək, kosmik turist kimi gedib ora. Yəni nəzərinizə çatdırım ki, Ənuşə Ənsari öz maliyyəsi hesabına deməli bu işi həyata keçirmişdir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.